Salam əziz valideynlər, hər vaxtınız xeyirli olsun. Sizlərə çox önəmli bir məlumat verəcəm. Deməli, siz nəyə diqqət etməlisiniz? Şagirdlərimizin hazırlıq müddətində nəyə diqqət etməlisiniz və niyə diqqət etməlisiniz və bunun səbəbi hardan yaranır? Diqqətlə dinləmənizi xahiş edəcəm. Birincisi, uşaqların hazırlıq vaxtı diqqət edin nəyə? Müəllimin yanına gedəndə müəllimin verdiyi tapşırıqları YouTube-dan testin cavablarını köçürmələrinə. 2. Diqqət edin, siz müəllimin yanına gedən şagirdlərin yolda bir-birindən, yoldaşlarından alıb öz testlərini köçürmələrinə. Diqqət edin, siz müəllimin yanına gedib hazırlıqsız olanda müəllimə yalvarır ki, müəllim qadan alaram, nə olar, bu səfər anama deməyin, atama deməyin. Gələn dəfə söz hazırlaşam deyib müəllimə gedib hazırlıqsız gəldiyini deməyə qoymamağına. Diqqət edin, siz müəllim çətindir, mən onu başa düşə bilmirəm, müəllim tez-tez danışır, çox test verir, çatdıra bilmirəm deyib tələbkar müəllimin yanından uşaqların qaçmaqlarına. Diqqətli olun, siz hər imtahandan, hər sınaqdan sonra uşaqların hamıya aid deyil təbii ki, müəyyən uşaqlar var ki, imtahandan sonra gedirlər kompüter, deyək ki, müəssisələr olan yerlərə, kompüter sistemləri olan yerlərə gedib özlərinə ballarını artırıb gətirib sizə artmış bal kağızlarının vermələrinə. Diqqətli olun. Diqqətli olun, siz müəllim bugün heç bir şey verməyibdi deyən şagirdlərə. Diqqətli olun, siz müəllim əlavəyə çağırıbdı deyib cibinə dəftəri qoyub gedib PlayStation oynayan övladlarınıza. Diqqətli olun, siz müəllim test tapşırığı veribdi deyib telefonu alıb gedib evdə, digər otaqda, Instagramda, TikTokda storylərə baxan övladlarınıza və yaxud da oyun oynayan, digər dostu ilə onlayn oyun oynayan övladlarınıza. Əziz valideynlər, bunlara diqqətli olun. Bəs bunlar hardan yaranır? Bunların yaranma səbəbi nədə qaynaqlanır? Nələr buna səbəbdir? Birincisi, əziz valideynlər, buna səbəb biz valideynlərik. İkincisi, bizim yenə də valideyn olaraq müəllimlə daimi mütəmadi olaraq dərinləməsinə uşaqlarımızla maraqlanmamağımızdır. Üçüncüsü, bizim uşaqlarımızın dərs çalışma ortamını öz gözümüzün qabağında eləməməyimizdir. Uşağa ayrıca bir otaq ayırırıq, dedik ki, sən uşaq otağın var, ged o otaqda çalış və biz də öz işimizlə məşğul oluruq. Üçüncüsü, biz uşağımızla ünsiyyət qurmuruq və ünsiyyət qurmadığımız üçün də biz uşağımızın nəyi oxuyub, nəyi oxumadığını, nəyi necə öyrəndiyini bilmirik. Dördüncüsü, biz ancaq bala odaqlanırıq. Bal indeksi düşürürük. Ayın sonunda uşağın topladığı bala baxdığımız üçün uşağın gündəlik dərs hazırlama vaxtlarına, dərs hazırlama yöntəminə, dərsdə necə hazırlayır, nə qədər dərs hazırlanmağa vaxt ayırır, onlara fikir vermirik. Əziz valideynlər, ən əsası da biz yanımızda olan xanımsa bəy, bəlkəsə xanım arasında olan münasibətlərin korlanmasından və ya soyuqluq olmasından biz öz uşaqlarımızın təhsilinə vaxt ayıra bilmirik. Və uşaqlarımız da biz onlara vaxt ayırmadığımız üçün bizi neyirlər? Manipulyasiya edirlər və özləri istədikləri kimi bizi idarə edirlər. Əziz valideynlər, nə qədər ki gec deyil, oturun, danışın. Onların dərs oxumaqlarını, dərs hazırlaşma proseslərini, müəllim yanına getmək proseslərini öyrənin. Və siz mənim nə qədər haqlı olacağımı görəcəksiniz. Hər birinizə uğurlar.